Adam dirəndi ki, yox, mən bunu düzəldəcəm. 17.000 manat xərci çıxdı, maşın hələ də düzəlmədi. Biz gedib korobkanı dəyişirik, sən demə bu qranatlıymış. Biz gedib xadaboyu dəyişirik, sən demə bu korobkadıymış. Bu maşının yağını səhv seçirsiniz. Dostlar, plug-in hibrid yağı Azərbaycanda çox azdır. A qardaş, bu köhnə BMW ayrı şeydir, plug-in hibrid BMW ayrı şeydir. Qızdırır. Niyə qızdırır? Antifriz düz seçilməyib də qardaş da. Bax əminliklə deyirəm. Mən bu ölkəni çox gözəl tanıyıram. 95% obyektdə nə uyğun yağ var, nə uyğun antifriz var. Girək içəri 100 cür yağ olacaq, deyəcəm ümumi BMW-nin yağını verin, yağ yoxdur. Qardaş, hər şey əladır, amma biraz korobkan vurur. Qardaş, hər şey əladır, bir uğultu səsi var. Bilirsiniz ki, ən çox sevdiyim maşın mənim BMW-dir. Bu son zamanlar BMW hibrid, plug-in hibrid daha doğrusu Azərbaycanda daha çox artmağa başlayıb, amma bu artıq mənə çox müraciətlər olur. Çox böyük fəsadlar var. Birinci fəsad odur ki, dostlar, siz bunu alırsınız auksiondan zaddan. Bir dənə krlosu, bir dənə bamperi, krlonun üstündə kantı qopub, heç nə yoxdur. Gözəl insanlar. Dünya BMW-dən ötürü ölür. Sizin ağlınız kəsilmir ki, o bir dənə kant söhbətidir. Yox, sən bilirsən, o həmin ölkədə çıx servis çox pahalıdır. Hə, qardaş, həmin ölkədən zakaz edib zapçası gətirmirsən, hə? Deməli, həmin ölkədə zapças bəndən ucuz, düzdür. İkincisi, ayıb olmasın, o kant var ya krılonun üstündə. Mən onu tüpürcəkləyib yapışdıraram. Mən usta zad lazım deyil. Yoxsa siz elə bilirsiniz ki, o krılonun üstünə yapışdıranda Amerikada adamdan ya da Almaniyada adamdan 5000 euro pul istəyirlər, 5000 dollar istəyirlər. Qardaş, ən bahalısı söysə 200 dollar olacaq da o krılonun yerinə qoymağa görə, düzdür? Bən niyə bunlar bu maşını sürmür? Ona görə ki, maşında elə bir fəsad var ki, onlar onu bilir, onu sizə demir. Sizə çöldəkin göstərir və Azərbaycana gələndən sonra qardaş, hər şey əladır, amma biraz korobkan vurur. Qardaş, hər şey əladır, bir uğultu səsi var. Qardaş, hər şey əladır, arada bir tak nəyəsə belə bir səs gəlir. Bax, bu dediyim problemlər də varsa sizdə, onu başın buraxın, məşğul olmayın o işdən. Çünki bunun bir adamda bu hadisə oldu. Adam dirəndi ki, yox, mən bunu düzəldəcəm. 17.000 manat xərci çıxdı, maşın hələ də düzəlmədi. Yəni, bilmirik axı ki, bu udarı biz bilmirik hardan girib, nətər girib. Hardasa nəyəsə bir dişli çarxda barmağının ucu boyda bir qırıntı var. Biz gedib qranatı dəyişirik, sən demə bu diferdiymiş. Biz gedib korobkanı dəyişirik, sən demə bu qranatlıymış. Biz gedib xadaboyu dəyişirik, sən demə bu korobkadıymış. Və yaxud da ki, ümumiyyətlə, maşının öz ölçüsünə uyğun nəyəsə bir xəta baş verib, vuranda ölçünü 1 mm düz qoymayıblar. Yəni, maşının oxu hələ düzgün gəlməyib. Bir zaman keçəndən sonra nəyəsə oyur onu. Sən detalı dəyişirsən, 6 aydan sonra gələn bir şeydir. Ona görə də bu maşınlar alanda diqqətli. Bu çətin hesabatdır. İkinci bir məsələ. Bu maşının yağını səhv seçirsiniz. Dostlar, plug-in hibrid yağı Azərbaycanda çox azdır. Söhbət BMW-dən gedir. Siz gedirsiniz, başqa yağlar tökürsünüz. Bu da maşında fəsada gətirib çıxardır. Çünki o yağlarda başqa bir özəllik var, hansı ki, sırf BMW-yə aiddir. O yağları siz istifadə edə bilmirsiniz deyə maşında zamanla xəta baş verir. Çox adam deyir ki, mən də əvvəl BMW sürmüşəm, ya da ki, qonşum Əli dayı BMW sürüb, o mənə dedi ki, bəs get bu BMW-ni al. A qardaş, bu köhnə BMW ayrı şeydir, plug-in hibrid BMW ayrı şeydir. Demirəm, keyfiyyətsizdir. Çox gözəl maşındır. Həmişə dediyim kimi, bugün əgər plug-in hibrid alacaqsınızsa, o BMW olmalıdır. %100 BMW olmalıdır. Əminliklə deyirəm onu sizə. Amma ki, yağın seçə bilmirəmsə, antifrizini seçə bilmirəmsə, bu maşın deməli sənlik deyil da. Bundan görə də ciddi arıcıl fəsadlar baş verəcək. Görəcəksiniz ki, bir müddətdən sonra Azərbaycan deyəcəklər ki, bu BMW plug-in hibrid yaman pis maşın imiş. Niyə? Qızdırır. Niyə qızdırır? Antifriz düz seçilməyib də, qardaş da. Plug-in hibridin antifrizi 2 ildən bir dəyişilməlidir. 2 ildən bir. Nə tökəcəksiniz? Sinkalı su tökəcəksiniz ya da ki, qırmızı kompota oxşayan antifrizlər çıxıb indi təzəcə. Bir tərif gedir, bir reklam gedir. Birinizin ağlı kəsmir ki, bu nətəri ola bilər. Üstündə heç bir normativ zadı yoxdur, amma bir tərif, bir şey. Antifriz də yoxdur, onu da sizə deyim. Yəni, elə bilməyin ki, girib qapını döyüb deyəcəksiniz ki, mənə yağ verin, mən antifrizi o da vitrindən götürüb sizə verəcək. Bax, əminliklə deyirəm. Mən bu ölkəni çox gözəl tanıyıram. 95% obyektdə nə uyğun yağ var, nə uyğun antifriz var. Girək içəri 100 cür yağ olacaq, deyəcəm ümumi BMW-nin yağını verin, yağ yoxdur. Girəcək içəri, deyəcəm ki, plug-in hibrid antifrizi verin, amma normal firma verin da. Yəni, ola bilər ki, kimsə harasa gedib üstünə yazılıb plug-in hibrid, nəyəsə bir gicgizdə bir addır, üstünə bayrağı zadı yapışdırıblar belə, German Technology. Baxın, Alman bayrağı harada varsa, məsəl üçün, mənim pasportumda da bir Alman bayrağı var, bir Alman gerbi var. Niyə? Çünki mən viza almışam. Bu
Bu deməkdir ki, mən nəməsəm, yoxsa Alman vətəndaşıyam. Və yaxud da ki, bir köynək almışam, geyinmişəm, üst burada da Alman bayrağı var. Deməkdir mən nəməsəm. Yəni hər şeyin üstündə bayrağı görən kimi bir də ki, belə bir şey var. German technology demək deyil ki, bu Almaniyada düzəlibdir. Bu söz var, German. Əksəriyyətimiz nə ingiliscə bilirsiniz, nə üzündən oxuya bilirsiniz. Bu üzündən oxumaq məsələsi də ayrı bir temadır, onu da danışıram. Gedirsiniz, baxırsınız ki, German technology Almaniyanın. Almaniyanın da öyle, arxasını çevir, yazıb made in Turkey, made in nə bilim nə. Alman da öyle o qardaş, Alman da öyle. Və onun sənin maşınla aidiyyatı yoxdur. Sonra da beri, bəs sistemdə korroziya oldu. Maşın qızdırır, sürmək olmur. Bateriyka getdi. Maşın qızdırır, motorun qalovkası getdi. Yəni, dostlar, BMW sürə bilərsiniz. Ən primitiv şeyini deyirəm. Birinci oturun, soruşun, bunun yağı nədir? Bunun antifrizi nədir? Buna sağlam cavab tapın. Ondan sonra ikinci etapa keçin. Vırılmamış maşın ala bilərəmmi? Sağlam maşın ala bilərəmmi? Çünki bu vacibdir. Üçüncü etap nədir? O həmişə dediyim hibrid hesablanması. Bir adam var, o gün yazıb ki, gündə 10 km sürürəm. Plug-in hibrid almışam ki, BMW mənə şey olsun, uyğun olsun. 10 km sürən adam gündə normal BMW sürsə, benzinli, nə olacaq göy ki? Tam təhlükəsiz, rahatçılıqla sürür də. Heç bir problem də yoxdur. Tanıdığımız maşındır, ustamızda var. Düzdür? Bir də buna baxırsınız. Bax, bu 3 dənə şeyə baxandan sonra xahiş edirəm gedin BMW-nin plug-in hibrid. Bunları eləyə bilmirsinizsə, ayıb deyilmi ki? Vallahi BMW süni intellekt çox inkişaf eləyib. O birazdan sonra söyüş sat söyləyəcək və deyim sizə xəbəriniz olsun. Xəbəri olsa ki, sənin bunlardan xəbərin yoxdur. BMW otursan, çox ağır söyüş söyləyəcək. Bax deyirəm, götürə bilməyəcəksiniz. Vurmaq da olmur, öldürmək də olmur. Sən vurarsan o söyləyəcək. Sən deyəcək, qabağına fakt qoyacaq. Deyəcək, get 3 dənə yaxşı oğlanı gətir. 3 dənə də ağsaqqal gətir, 3 dənə də ağbirçək gətir. Oturaq qoyaq qabağımıza, sən deyən mən deyim. Bax, bu 3 dənə şeyi sən bilmirsən. Nə oturmuşsan, mən sürürsən deyəcək. Nə deyəcəksin sonda? Heç olmasa bari insanıq, bir-birimizi yola verir. Ya, bu kompüterin qabağında biabır olmayaq da. Öyrənin də. Belə, sağ olun.